Herkese salam, kanalıma hoş gelmişsiniz. Ayman'ın oğlu sosyal medya hesabında hayat yoldaşıyla birlikte yepyeni video ve fotolar paylaşıp Ayman'ın gəlininin atasının ad günündə bir çox tanınmış nümayəndələr iştirak edib həmin görüntüləri sizlərə təqdim edirəm. Videonu izləyib fikirlərinizi də bizimlə paylaşmağı, kanalımıza dəstək üçün abunə olmağı unutmayın. Salam kızlar, necəsiniz? Həmişə yolda olanda bir video paylaşıram, ya nə bilim yanğın, ya deyə probka. Bu səfər də bir başqa tema ilə gəlmişim. Bu misal istəmirdi çəkə, amma çəkmək istəyirəm. Deməli həmişə yol gedəndə misal nəyisə göstərir. Bu binada yaşamaq olmur, yaşamırlar. Deyirəm ki, niyə də? Çox vaxt dərinə getmirəm. Deyirəm ki, hə, həyatım düz deyirsən. Sonra deyir ki, bura işləmir, bu obyekt işləmir, falan şey işləmir də, hər şey bilən kimi danışır. Nəsə incə keçirik. 2 dənə belə qəşəng bir dənə həyət evidir. Böyük villada deyək də. Belə eləyir. Bunu tikiblər, amma yaşamırlar. Deyir. Mən də gördüm ki, içində işıqlar yanır. Deyirəm ki, nətər bəs yaşayırlar axı. Mən də düşünürəm ki, yəqin nəsə bilir ki, danışır da. Yəni ya nə bilim haqqında nəsə görüb və yaxud nəsə. Sonra içində həqiqi yanır içində işıq. Deyirəm, hə. Sonra maraqlı gəlir. Deyirəm ki, səbəb nədir? Misal deməyində ki, burada adam yaşamır. Belə eləyir. Toz olur da burana görə. Niyə da, yəni niyə? Toz olmur. Hə. Tozludur, pəncərələr pisdir, kirlidir. Cəmaət o boyda villa tikir və bir dənə toza görə yaşamır da içində. O boyda villa tikən pəncərəsini yuduzdursun. Hə də bəs. Sən nə deyirsən? Tozlu bütün pəncərələr. Həyatım, harası tozluydu onun? Pəncərə o qədər təmizdir. Mən sənin bütün işıqlarını gördüm. Sən bilmirsən, mən oradan tez-tez keçirəm. Hə, bu belədir. Bu obyekt işləmir. Bu binada yaşamırlar. Bu binada səs-küy olur. Təsəvvür edin ki, hara getsək, yəni hər yerdə addım başı bir şey deyir də. Bu falan maşın işləmir. Bu deyil. Sən çox bilirsən. Və təsəvvür edin, sual verirəm. Gördü ki, dərinə düşən belə eləyir. Oradakı yumru şeyə bax, temanı dəyişirdi. İndi öz aləmində bu söhbəti dəyişir. Maraqlı deyil idi, yumru dəyişir. Yəni, nəyi maraqlıydı onun? Nədir o? 200 metr sonra. Yollarda sanki mən görmürəm, eşitmirəmmiş kimi hər şey mən göstərir. Maraqlı olmadı ki, o yumru nədir elə orada? Yox. Maraqsızsan da sən. Mənəm maraqsız. Allah razı olsun. Sağa çıxırlar. Bu kişi də bütün mənə səbəb. Bir ara qız kimi danışırdı. Nə oldu, oğlan səsine keçdi. Bir ara kız idi da danışan. Hə, nə oldu, belə oldu? Bu telefonu dəyişdim, bu oğlanın çıxdı. Və həmişə mən onunla dalaşırdım. Evlənəndən sonra oğlana çevir. Dalaşırdım, eləcə deyirdi, bura dön, ora dön. Mən də əsəb olan dedim, sus da ay qız. İndi o oğlandı. Seçə bilirsən də qızdır.
Niyə də, yəni niyə? Toz olmur. Hə. Tozludur, pəncərələr pisdir, kirlidir. Cəmaət o boyda villa tikir Harda? və bir dənə toza görə yaşamır da içində. O boyda villa tikən pəncərəsini yuduzdursun. Hə də bəs. Ha, Sən nə yuduzdurmur da. deyirsən? Tozlu bütün pəncərələr. Həyatım harası tozluydu onun? Pəncərə o qədər təmizdir. Mən sənin bütün işıqlarını gördüm. Sən bilmirsən, mən oradan tez-tez keçirəm. Hə bu belədir. Bu obyekt işləmir. Bu binada yaşamırlar. Bu binada səs-küy olur. Təsəvvür edin ki, hara getsək, yəni hər yerdə addım başı bir şey deyir də. Bu falan maşın işləmir. Sən Bu çox bu bilirsən. deyil. Sən çox bilirsən.